Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Allianz Kampaniya şirkətinin sponsorluğu ilə Qaraçıqo Çempionlar Liqasının 17-ci turu və günün ikinci qarşıdurması Volkswagen və Bakı komandaları qarşılaşır. Artıq oyuncular bir-birləri görüşərkən biz də növbə olaraq heyətləri sizlərə təqdim edək. Baş komandasının heyətləri belədir. Qapıda bir Emin, Orxan, Əmrah, Rəşad, Xəyal, Fərid, Bulutxan komandanın kapitanıdır. Rahib və Məhəmməd. Volkswagen komandasının isə heyətləri belədir. Qapıda bir Fəxri, 8 Kamran, 11 Vəli, 17 Sərxan, 2 Emil, Nihat, Teymur və Cavid. Hakimi də start fiti səsləndirildi. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyi ilə. NF olaraq Xəyal, Məhəmməd. Son toxunuş Məhəmməddəndir. Qapıdan zərbə. Məhəmməd 2 nəfərin atəsindən sıyrıldı. Xəyal yenə Məhəmməd. Volkswagen qazanır. Deyib başınızı xarab eləməyəcəm. Ara sıra Rahib. Məhəmməd. Məhəmməd çəkdi sağ ayağına. Zərbə indirir toxunuş var Kamrandan. Güncdən zərbə. Yeni gələnlərin nəzərinə çatdıraq. Bakı və Volkswagen komandaları qarşılaşır. Günün ikinci qarşıdurmasında Aura və Point Sport qarşılaşdı. İndi isə ikinci qarşıdurmada Volkswagen Bakı ilə oynayır. Dalğası gətirsəz əla olar. Sonra istirahət edəyərik birlikdə. Teymur. Bural, xoş gəlmişsən. Məhəmməd. Məhəmmədin zərbəsi Fəxri qapısına diqqətlidir. Daha bir zərbə indirildi. Belə görürəm ki, kameranı özümə tərəf çevirəcəm, ancaq özümə baxım. Xəyalın zərbəsi qapıdan yan keçir. Nəinki 1 jeton, nəinki 10.000 jeton, fərqi yoxdur. Heç bir hədiyyə ehtiyac yoxdur. Sərxan, əşsü məmləsi Volkswagenlə və Cavidin yerisinə doğru türməgə. Onda 2K-da bəyəni. İkisi bitənə qədər 35K olmazsa, bu hədə qorxu deyil, həqiqətdir. Zaten əgər o elə bir fərq ola bilmirsə, 15 dəqiqə ərzində bir 10K bəyəni gələ bilmirsə, Allah, cibinin pulunu istəmirik. Sadəcə liqalara, həmçinin də uşaq yaş qruplarına dəstək tanıtmaq üçün çalışırıq. Niyyətimiz budur. Sadəcə oturur burada 100 nəfər, 120 nəfər, 200 nəfər boş-boşuna. Sağ ol. Sən necəsən? Rahib. Bir daha yeni gələnlərin nəzərinə çatdırım. Heç çatdırmaq da istəmirəm. Dəstəyi olmayanların nəzərinə nəyi çatdırım bu arada Xəyal. Xəyal hesabı neçə edir demirəm, qoy sürpriz qalsın. Taktika deyim sizə. Emin uzaqlaşdırdı, solsuna ötürməyə Muhammed. Bu sözü verirsənsə, verir. Əməl elə. Vermirsənsə, əməl eləmə. Baxaq da görək. Kamran. Emin. Dirəkdən qaydan topa. Teymurun indirdiyi zərbəsi. Emindən qaydıq. Heç nə demirəm. Bu arada Xəyal, hesab və Teymur. Hürmətli qarşılandı. Sərxanın zərbəsi qalır. Küper. Dəfəli. Amma gərək gecikməzdim. Yeniden Kamran.
top ikisi var, qapı boşdur. Muhammed 7-4 edir hesabı. Bakılılar bir qədər də önə çıxır. Muhammed. Muhammed. Geriyə çəkildi Orxan. Asla son 8 dəqiqə. Qapıya doğru zərbə. Özünü aile oynadı, Vəli qarşıladı. İbrahim qayda pozulub Muhammedə qarşı. Amir, xoş gəlmişsən. Çox sağ ol. Aleyküm salam, Əsən. Necəsən? Qüvvətli zərbə endirir Rahib, amma qalşiper yerindədir. Xəyal. Sağzına ötürməkdir, qarşısına da ötürməsi. Məhəmmədin zərbəsinə blok qapısıdandır. Nihatın zərbəsi dirəkdən qayıdır, heç cür alınmadı. Heç cür, Volkswagen-ə bugün heç cür alınmadı. Etli şəkildə. Canlı yayınlarda 30 nəfər düşdü. Vallahi belə şey yoxdur. Belə bir beləliklə final fikri səsləndirilir. Başarılar 700 hesabı ilə qalibcələrə Volkswagen-lə Mazda üz xal aktivlərinə yazır və bizlərə reportajımızı sona çatdırır. Oyun boyunca sizinlə mənim şəxsinə Zeydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun.